Bonjour à tous, hamıya salamlar. Əziz abituriyentlər, bu gün sizə 11 may 9-cu sinif buraxılış imtahanında düşən sualları izahını təqdim edəcəm. İzaha keçmədən öncə sizlərə bu il hazırladığım test vəsaitini təqdim edirəm. Test vəsaitinin içərisində 30 variantda sınaq toplu formada təqdim olunub. Siz bu sınaqları işləyərək qəbul imtahanında daha yüksək nəticə əldə edə bilərsiniz. Sınaqların cavabları və dinləmə mətnləri də mövcuddur. Vəsaiti əldə etmək istəyən abituriyentlər mənimlə əlaqə saxlaya bilərlər. Əlaqə nömrəsini şərh bölümündə yerləşdirəcəm. Bundan əlavə bu il düşən bütün buraxılış imtahanının sualları YouTube kanalında hər birinin izahı var. Bu sonuncu buraxılış imtahanının izahıdır və sizlərdən ricam həmin buraxılış imtahanında izah etdiyim sualların, videoların linklərini öz sinif yoldaşlarınızla paylaşıb daha çox şagirdə bu izahlardan faydalanmağa kömək etməyinizi xahiş edirəm. Voilà, indi isə keçirik testlərin izahına. İlk olaraq dinləmə mətni ilə başlayırıq. Nəzərinizə çatdırım ki, dinləmə mətnini YouTube kanalında short bölümündə yerləşdirmişəm. Bu videonun şərh bölümündə həmin dinləmə mətninin linkini təkrar sizlər üçün paylaşacağım. İlk olaraq dinləmə mətnini mən sizlər üçün oxuyub və tərcümə edəcəm. Daha sonra isə suallara baxacağıq. Odur ki, diqqətli olun. Dinləmə mətni. Le train est une invention très utile pour voyager sur des longues distances. Qatar uzaq məsafələrə səyahət etmək üçün çox faydalı bir ixtiradır. Avant, les gens utilisaient des chevaux pour se déplacer. Əvvəllər insanlar hərəkət etmək üçün atlardan istifadə edirdilər. Le premier train à vapeur a été construit en Angleterre par George Stephenson au début du 19e siècle. İlk buxarlı qatar 19-cu əsrin əvvəlində İngiltərədə George Stephenson tərəfindən hazırlanmışdır, yaradılmışdır. Il servait à transporter des passagers entre les villes. Deməli, o şəhərlər arasında sərnişin daşımaq üçün istifadə olunurdu. Ce train s'appelait locomotion. Bu qatar lokomotion adlanırdı. En 1837 ildə la première ligne de train en France a été ouverte entre Paris et Saint-Germain. Paris və Saint-Germain arasında ilk dəmir yolu xətti açıldı. Le train a changé la manière de voyager. Qatar deyir, səyahət etmə üsulunu dəyişdi. Grâce au train, qatar sayəsində, les voyages sont devenus plus rapides et plus confortables. Səyahətlər daha sürətli və rahat oldu. Aujourd'hui, les trains modernes peuvent aller très vite. Bugün müasir qatarlar çox sürətli gedə bilirlər. Il est aussi un moyen de transport pratique et écologique. O həm də rahat və ekoloji cəhətdən, ekoloji baxımdan təmiz bir nəqliyyat vasitəsidir. Il permet de se déplacer entre les villes sans chevaux, sans utiliser de voiture et de faciliter les déplacements des personnes. O deyir, şəhərlər arasında at və ya avtomobil istifadə etmədən hərəkət etməyə və insanların səyahətlərini asanlaşdırmağa imkan verir. İndi suallara baxırıq. Birinci sual şöylesi l'idée correcte, düzgün deyanı tapın. Le train est une invention importante pour l'écologie. Qatar deyir, ekologiya üçün mühüm bir kəşfdir. Doğru cavab elə A bəndidir. Digər variantların niyə doğru olmadığına baxaq. Le train à vapeur a été créé pour transporter des animaux. Buxarlı qatar heyvanları aparmaq, yəni daşımaq üçün yaradılıb. Xeyr, heyvanları deyil, insanları aparmaq üçün yaradılıb. C. La première ligne française était Paris-Lyon. İlk fransız liniyası, yəni qatar xətti Paris-Lyon idi. Xeyr, Paris-Lyon deyil, Paris-Saint-Germain idi. D. Le train a été inventé en France. Qatar Fransada yaradılıb. Xeyr, mətndə deyilir ki, qatar İngiltərədə yaranıb. A. Angleterre, İngiltərədə və par George Stephenson tərəfindən 19-cu əsrin əvvəlində yaradılıb. Deməli, bu variantda səhvdir. Y. Le premier train s'appelait Express. İlk qatar Express adlanırdı. Xeyr, ilk qatar mətndə deyilir ki, lokomotion adlanırdı. Deməli, testimizin doğru cavabı A bəndi. 2. Complétez la phrase selon le texte. Cümləni mətnə görə tamamlayın. Le premier train à vapeur a été construit. İlk buxarlı qatar
Yəni konstruir tikmək deməkdir. Burada yəni tikmək deməyək, hazırlanmaq, təşkil olunmaq bu anlamda gedir. Mətndə deyilir, deməli doğru cavabımız olacaq A-ya baxaq. Au début de 18e siècle en Angleterre, 18-ci əsrdə İngiltərədə. Xeyr, 18 deyildi, 19-cu əsrdə deyilirdi mətndə. Bu cavab səhvdir. C-yə baxırıq. Dans une ville française, bir fransız deyir şəhərində 1837-ci-də. Xeyr, bu da doğru deyil. İngiltərədədir. D, o 20e siècle en France, 20-ci əsrdə Fransada. Səhvdir. Y, en Amerique pour des déplacements rapides, Amerikada sürətli, yəni hərəkət etmək üçün. Xeyr. Deməli, doğru cavabımız olur B bəndi. En Angleterre par George Stephenson. İngiltərədə George Stephenson tərəfindən. Mətndə deyilir ki, iç buxarlı qatar İngiltərədə 19-cu əsrin əvvəlində George Stephenson tərəfindən yaradılıb. 3. Quelle idée reste hors du texte? Hansı ideya mətndən kənarda qalır? Yəni mətnə aid olmayan ideyanı tapmaq lazımdır. A. Le train a été inventé pour déplacer du bois. Qatar deyir meşədən hərəkət etmək üçün kəşf olunub. Xeyr, belə bir cümlə mətndə yox idi. B. Le train permet de se déplacer entre les villes sans chevaux. Qatar deyir, şəhərlər arasında atsız hərəkət eləməyə imkan verir. Bəli, bu doğru cavabdır. Les voyages sont devenus plus confortables. Səyahətlər daha rahat olub. Bəli, bu da doğrudur. Mətndə confortable sözü gedir. D. Le train est un choix pratique. Qatar deyir, pratik, yəni əlverişli bir seçimdir. Bəli, pratik sözünü də dinləmədə eşidirik. Y, le train est une utile pour voyager sur de longues distances. Qatar deyir, uzun məsafələrə səyahət eləmək üçün faydalıdır. Bəli, elə birinci cümlə elə belə idi. Deməli, mətnə aid olmayan cümlə olur A bəndi ki, yəni meşələrə getmək. Ümumiyyətlə, meşədə qatar necə gedə bilər ki, tamamilə məntiqsiz bir cümlədir. Deməli, səhv cavab olur A bəndi, mətnə aid deyil. 4. Choisissez si c'est vrai ou faux. Səhv yoxsa düzdür, seçin. Le train a changé la manière de voyager. Qatar deyir, səyahət etmək tərzini dəyişdi. Bəli, bu cümlə mətndə var idi, doğrudur. Vrai götürürük bunu. 2. Le train locomotion a été inventé en France. Lokomotion qatarı Fransada kəşf olunub, Fransada ixtira olunub. Xeyr, bu faux-dur, səhvdir. Çünki İngiltərədə kəşf olunub, bunu faux-ya yazırıq. 3. Les trains modernes sont moins rapides. Müasirdir qatarlar az sürətlidir. Tamamilə tərsinədir. Əvvəllər qatarlar təzə yarandığı dövrlərdə bir qədər sürəti az idi, amma müasir qatarlar həddindən artıq sürətlidir. Deməli, bunu da faux-ya yazırıq, səhvdir. 4. Le premier train est apparu au début du 19e siècle. İlk qatar 19-cu əsrin əvvəlində meydana gəlib. Bəli, bu da vrai-dir, doğrudur. Deməli, 1 ilə 4 oldu vrai, yəni doğru. 2 və 3 oldu faux, yəni səhv. 4-cü testdə adətən həmişə bu tipli sual modelinə rast gələcəksiniz və həmişə 2 cavab doğru, 2 cavab səhv verilir. Çalışın, diqqətlə dinləyin ki, bu sualları cavablandıra biləsiniz. Dinləmə haqqında bu qədər. İndi keçirik 3 balaca mətnə. Deməli, birinci sualda deyir ki, 3 mətnin bir şərti var. Bir şərt qoyulub, yəni hər 3 mətnə eyni şərt qoyulub. Lisez les courts textes, yəni qısa mətnləri oxuyun və choisissez les bonnes séries de 5 à 7. 5-dən 7-yədək düzgün cavabı seçin. Yəni biz düzgün cavabı tapmalıyıq variantlarda. Birinci mətnə baxırıq. Le centre sportif de la ville organise un tournoi de football le samedi à partir de 20 heures. Deməli, deyir ki, şəhərin idman mərkəzi saat 9-dan etibarən şənbə günü futbol turniri təşkil edir. Les équipes doivent s'inscrire avant vendredi soir. Komandalar deyir, 5-ci günü axşamdan əvvəl yazılmalıdırlar. Les gagnants recevront des médailles. Qaliblər medal qazanacaqlar. Belə bir mətndir. Baxırıq variantlara. A. Les équipes doivent s'inscrire après samedi. Komandalar şənbə günündən əvvəl yazılmalıdır. Xeyr, bu səhvdir. Çünki orada vendredi deyir. 5-ci gündən əvvəl yazılmalıdırlar. B. Le tournoi est réservé seulement aux enfants. Turnir təkcə uşaqlar üçün yəni rezerv olunur. Xeyr, burada uşaqlar üçün deyil. Bu da səhvdir. Böyüklər üçündür. C. Les matchs se joueront au centre-ville. Maçlar, yəni yarışlar şəhər mərkəzində oynanılacaq. Bu cavab da doğru deyil. Çünki orada deyir ki, le centre sportif de la ville. Şəhər idman mərkəzi organize un tournoi de football. Bir futbol turniri təşkil edir. Yəni şəhər idman mərkəzi təşkil edir. Amma
həmin o turnirin, həmin o futbolun mərkəzi, şəhər mərkəzində oynanılacağı deyə bir şey yoxdur. D. Le tournoi de foot commencera vendredi soir. Futbol turniri, yarışı 5-ci günü axşam başlayacaq. Xeyr. Orada samedi günü, həftənin şənbə günü saat 9-dan etibarən, à partir de 9h, 9-dan etibarən başlayacaq yazılıb. Bu da doğru deyil. Y. Les vainqueurs obtiendront les prix. Qaliblər deyir, mükafat əldə edəcəklər. Bəli, ən sonuncu cümlədə deyir ki, les gagnants, qaliblər recevront des médailles. Medal alacaqlar. Medal özü bir mükafatdır. Burada gagnant, qalib, vainqueur də qalib deməkdir, sinonimdirlər. Recevoir, əldə eləmək, yəni almaq, mükafat almaq feilidir. Ümumiyyətlə, recevoir, almaq, qəbul etmək feilidir. Pul ilə yox, yəni mükafat, mesaj falan, bağlama almaq bu mənada işlənir və obtenir feili də burada ona sinonim kimi götürülür. Obtenir də əldə etmək, qazanmaq anlamına gəlir. Və medal sözünün də yaxın mənalı söz le prix, mükafat sözü verilib. Deməli, doğru cavab olur Y bəndi. 6. Le club de loisirs propose des cours de yoga chaque lundi et jeudi à 18h. Əyləncə klubu hər bazar ertəsi və cümə günü, cümə axşamı günü, yəni 1-ci və 4-cü günü saat 18:00-da yoga dərsləri təklif edir. Les séances durent 1 heure. Seanslar deyir 1 saat davam edir. Et sont adaptés à tous les niveaux və bütün səviyyələrə uyğundur. Les inscriptions se font directement sur place avant chaque cours. Qeydiyyat hər dərsdən əvvəl birbaşa yerində aparılır. A variantı. Chaque séance dure 1 heure et demie. Hər seans 1 saat yarım davam edir. Mətndə deyilir hər seans 1 saat davam edir. Deməli bu səhvdir. B. Les cours de yoga ont lieu une fois par semaine. Yoga dərsləri həftədə 1 dəfə keçirilir. Xeyr, 2 dəfə keçirilir. Hardan bilirik? Çünki orada deyir lundi və jeudi günləri. Yəni həftənin 1-ci və 4-cü günü keçirilir. Deməli 2 dəfə keçirilir. C. Les inscriptions se font en ligne le week-end. Deməli qeydiyyat, yəni yazılma həftə sonu onlayn aparılır. Xeyr, onlayn deyil. Orada birbaşa yerində aparılır deyir. Les inscriptions se font directement sur place avant chaque cours. Deməli qeydiyyat hər dərsdən əvvəl birbaşa yerindəcə aparılır. Deməli bu da səhvdir. D-yə baxırıq. Chaque cours commence à 18h. Hər dərs saat 18-də, yəni 6-da başlayır. Bəli, bu doğrudur deyəsən. Le club de loisirs propose des cours de yoga chaque lundi et jeudi à 18h. Saat bəli 18-də başlayır. Doğru cavab bu olacaq. Y. Les cours de yoga sont adaptés seulement aux débutants. Yoga dərsləri deyir təkcə debutanlara, yəni yeni başlayanlara uyğunlaşdırılıb. Xeyr, orada deyir ki, sont adaptés à tous les niveaux, bütün səviyyələrə yəni uyğundur. Deməli, doğru cavabımız oldu D bəndi. Baxırıq sonuncu kiçik mətnimizə. 7-ci test. Dans cette boutique de vêtements, bu paltar dükanında, on trouve une grande variété de style moderne et élégant. Müasir və zərif üslubların böyük, yəni geniş çeşidini tapmaq olar. Les vêtements sont de bonne qualité et pas chers. Paltarlar yaxşı keyfiyyətlidir və baha deyil. Il y a aussi des promotions intéressantes cette saison. Bu fəsil maraqlı deyir, indirimlər də var. A variantı. La boutique ne vend que des vêtements vieux. Dükan yalnız köhnə paltarlar satır. Xeyr, doğru deyil. Orada deyir modern və elegant paltarlar satır. B. La boutique vend uniquement des vêtements sportifs. Dükan təkcə idman geyimləri satır. Xeyr, orada deyir, yəni geniş, une grande variété de style. Yəni geniş çeşiddə paltarlar satır. Bu da səhvdir. C. La boutique offre une grande variété de vêtements. Dükan deyir geniş çeşiddə paltarlar təklif edir. Bəli, bu doğru cavabdır. D variantına da baxaq. Les vêtements dans la boutique sont chers et de mauvaise qualité. Dükanda paltarlar deyir bahadır və pis, keyfiyyəti pisdir. Xeyr.
tam tərsinə verilib mətndə. Il n'y a pas de promotion dans cette boutique. Bu dükanda indirimlər yoxdur. Təbii ki, indirim var idi, sonuncu cümlədə qeyd olunub. Deməli, doğru cavabımız oldu C bəndi. İndi isə iri həcmli mətnə baxırıq. Venise est une ville unique en Italie, connue par ses canaux et ses gondoles. Venesiya İtaliyada unikal bir şəhərdir və kanalları gondolları ilə tanınır. Kanalları və gondolları ilə tanınan unikal bir şəhərdir. C'est une ville très touristique. Bu çox turistik bir şəhərdir. Chaque année və hər il des millions de personnes viennent la visiter. Hər il milyonlarla insan onu ziyarət etməyə gəlir. Venise est construite sur plus de 100 petites îles et il n'y a presque pas de voitures. Venesiya 100-dən artıq kiçik ada üzərində qurulub və demək olar ki, heç bir avtomobil yoxdur. Les gens se déplacent principalement en bateau ou à pied. İnsanlar əsasən qayıqla və ya piyada hərəkət edirlər. Le centre historique de Venise est célèbre pour ses magnifiques bâtiments anciens comme la basilique Saint-Marc et le palais des Doges. Venesiyanın tarixi mərkəzi müqəddəs Mark baziliki və Dojlar sarayı kimi möhtəşəm qədim binaları ilə məşhurdur. Il y a aussi beaucoup de petites rues et de ponts qui rendent la ville très charmante. Şəhərin cazibəsini artıran çoxlu dar küçələr və körpülər də var. Çoxlu dar küçələr, dar və balaca küçələr və cazibədar, deməli, şəhərin cazibəsini artıran çoxlu, deməli, körpülər və balaca dar küçələr var. En été, il fait souvent chaud et les visiteurs aiment se promener le long des canaux et découvrir la beauté de cette ville. Yayda hava çox vaxt isti olur və bu vizitor, ziyarətçilər kanallar boyunca gəzərək bu gözəl şəhəri kəşf etməyi sevirlər. Nina est une jeune fille de 15 ans. 15 yaşlı Nina a visité Venise avec sa famille. Ailəsi ilə birlikdə Venesiyanı ziyarət edir. Keçən yay ziyarət etdi ailəsi ilə birlikdə. 15 yaşlı gənc qız Nina keçən yay ailəsi ilə birlikdə Venesiyanı ziyarət etdi. Ils ont fait un tour en gondole. Onlar gondolla bir tur etdilər, gəzdilər, yəni və ont admiré les belles places de la ville və şəhərin gözəl meydanlarına heyran oldular. Nina a particulièrement aimé la pizza San Marco. Nina xüsusilə də San Marco, deməli, pizza meydanını çox sevdi. Où il y avait beaucoup de pigeons et de touristes. Orada çoxlu göyərçin və turistlər var idi. Deməli, Nina çoxlu göyərçinlər və turistlər olan San Marco, Pizza San Marco, yəni bu meydanı xüsusilə də çox sevdi. Belə, indi suallara baxırıq. Choisissez 8. Choisissez l'idée fausse. Səhv ideyanı seçin. A. Venise est construit sur plus de 100 petites îles. Venesiya 100 balaca ada üzərində tikilib. Bəli, bu doğrudur. Mətndə bu cümlə var. B. Nina a visité Venise avec sa famille. Nina Venesiyanı ailəsi ilə ziyarət etdi. Bəli, bu da doğrudur. C. La basilique Saint-Marc. Saint-Marc baziliki est un monument célèbre de Venise. Venesiyanın məşhur abidəsidir. Bəli, bu da doğrudur. Mətndə var bu cümlə. D. Il y a peu de voitures à Venise. Venesiyada az maşın var. Bu səhv cavab olacaq. Çünki az maşın var. Orada deyir, ümumiyyətlə maşın yoxdur. Il y a presque pas de voiture demirlər, maşın yoxdur. Yenə Y bəndən də baxaq. Venise est connu pour ses montagnes. Venesiya deyir, dağları ilə məşhurdur. Baya doğru cavab elə budur. Bu variant tamamilə səhvdir. Çünki Venesiya orada öz kanalları və gondolları ilə məşhurdur. Deməli, az maşın var. Orada presque deyir ki, təqribən maşın yoxdur.
Yəni təxminən yəni maşın yoxdur. Demək olar ki, maşın yoxdur. Yəni az maşın var. Bu yəni hardasa uyğun götürmək olur. Amma Y bəndində isə tamamilə səhv cavabdır. Çünki Venesiyanın dağlıq ölkə olduğu orada heç ümumiyyətlə qeyd olunmur. Əziz abituriyentlər, dərsliklərdə gondol sözü demək olar ki, verilməyib. Ona görə mən sizə onu ekranda göstərmək istədim. Gondol belə bato kimi bir şeydir. Venesiyada suyun, bilirsiniz ki, suda bir şəhərdir Venesiya. Yəni hərəkət eləmək üçün belə batolar var. Yəni balaca qayıq deyərdim. Həmin qayıqlar, yəni bunlar bu formada olan belə üçbucaq formasında deyərdim. Qayıqlara gondol deyirlər. Siz internetdən də vurub şəkillərini daha ətraflı baxa bilərsiniz. 9. Choisissez la bonne série, düzgün seriyanı seçin. Dans le texte il s'agit, mətndə bəhs olunur. De la ville italienne, İtalyan şəhərindən. B. De la capitale d'Italie, İtaliyanın paytaxtından. C. Des plages d'Italie, İtaliyanın çimərliklərindən. D. Des gondoles de Florence, Florensiya gondollarından. Des montagnes italiennes, İtaliya dağlarından. Təbii ki, doğru cavabımız olur A bəndi. De la ville italienne, İtalyan şəhərindən. B-də deyir İtaliyanın paytaxtından. İtaliyanın paytaxtı Venesiya deyil. Mən bunu demirəm və sizdən xahiş edirəm ki, şərh bölümündə İtaliyanın paytaxtı haradır? Orada mənim üçün yazasınız. Deməli, doğru cavabımız olur A bəndi. 10. Complétez la phrase selon le texte. Mətnə görə deməli, cümləni tamamlayın. Nina a visité Venise. Nina Venesiyanı ziyarət elədi. Donc, elle, yəni o, neynədir? A bəndi. A pris un avion pour Florence. Florensiyaya, yəni Florensiyaya təyyarəyə mindi. Yəni Florensiyaya getmək üçün təyyarəyə mindi. Xeyr, orada təyyarədən danışılmır. B. A passé ses vacances à Rome. Tətilini Romada keçirtdi. C. A fait un tour en gondol. Gondolla tur etdi, yəni gəzdi. Bəli, doğru cavab elə bu olacaq. D. A visité le musée de Venise. Venesiyanın muzeylərini ziyarət elədi. Y. A préféré rester à l'hôtel. Oteldə qalmağı xoşladı. C bəndi mətndə qeyd olunub ki, o orada deyir ki, ils ont fait un tour en gondol. Onlar gondol ilə, yəni bato, balaca qayıq, uzunsov formada olan qayıq ilə tur etdilər, gəzdilər. 11. Choisissez la bonne réponse d'après le texte. Mətnə görə düzgün cavabı seçin. Quel est l'un des éléments charmants du centre historique de Venise? Venesiyanın tarixi mərkəzlərini deyir. Quel est l'un des éléments? Yəni ki, burada onu demək istəyir ki, Venesiyanın cazibədar deməli mərkəzinin, diqqət çəkən cazibədar mərkəzinin elementlərindən biri, yəni hansıdır? Les montagnes environnantes. Ətrafdakı dağlar. B. Les petites rues et ponts. Balaca küçələr və körpülər. C. Les parcs d'attraction. Attraksiyon parkları, yəni attraksiyon karusel deməkdir, karuselli parklar. D. Les bâtiments modernes, müasir binalar. Y. Les grands centres commerciaux, iri ticarət mərkəzləri. Təbii ki, doğru cavab olur les petits rues et ponts. Balaca küçələr və körpülər. Mətndə deyilir ki, il y a aussi beaucoup de petites rues et de ponts qui rendent la ville très charmante. Şəhəri daha gözəl edən körpülər və çoxlu balaca küçələr var. Deməli, bax, buradan cavabı tapmaq mümkündür. 12. Choisissez les bonnes idées d'après le texte. Mətnə görə doğru ideyaları seçin. Venise est une ville unique avec ses canaux. Venesiya öz kanalları ilə unikal bir şəhərdir. Bəli, bu doğrudur. Birinci cümlədə bu deyilir. 2. À Venise, les gens se déplacent normalement en voiture. Venesiyada normalda deyir, insanlar maşınlarla hərəkət edirlər. Maşınla hərəkət edirlər. Xeyr. Orada demək olar ki, maşın çox azdır və ya yox dərəcəsindədir. Onlar gondol ilə, yəni uzunsov formalı batolarla hərəkət edirlər. Deməli, 3. Il fait souvent froid en été à Venise. Venesiyada yayda çox vaxt soyuq olur. Xeyr, tamamilə tərsinə isti olur hava. Il fait souvent chaud à Venise. 4. Nina a visité Venise en été. Nina Venesiyanı yayda ziyarət etdi.
Bəli, bu da deməli doğru cavabımız olur. Mətndə deyilir ki, l'été dernier, keçən yay deyir. Nina a visité Venise avec sa famille. Deməli, doğru cavablarımız hansılar oldu? 1, 4, 2 və 3 yanlışdır. 1, 4 doğru cavabdır. Mətnlər haqqında bu qədər. İndi keçirik qrammatik test tapışıqlarının izahına. 13. Complété par un adverbe zərf ilə tamamlayın. Sylvie parle d'une voix douce. Sylvie deyir, şirin bir səslə danışır. Elle parle doucement. Doğru cavabımız olur doucement. Yəni o sakitcə danışır. Dus həm şirin deməkdir, həm sakit, həm mülayim. Yəni burada istədiyiniz formada tərcümə edə bilərsiniz. Sylvie şirin bir səslə, mülayim bir səslə, yaxud sakit bir səslə danışır. Deməli o sakitcə danışır, mülayim formada danışır, şirin-şirin danışır. Belə də demək olar. Digər variantların heç biri doğru cavab deyil. 14. Proposition impersonel şəxsi cümləni deyir seçin. Hər imtahan həm 9, həm 11-ə şəxsi cümlələr bu il düşüb. Ona görə də şəxsi cümlələri hökmən hamısını əzbər bilmək lazımdır. Hər izahda da demişəm, şəxsi cümlələr hansı cümlələrə deyilir. Onu da şərh bölməsində mənə qeyd etməyinizi xahiş edirəm. Çünki bütün izahlarda mən bunu demişəm. Baxırıq, A bəndi. Il rentre toujours à l'heure. O həmişə vaxtında qayıdır. Burada il o kimi olur. Deməli, ona görə də şəxslidir. B. On part en vacances tətilə yola düşürük. On əvəzliyi ilə olan cümlədə. Burada şəxsiz olmur. Yəni, burada biz şəxsini nəzərdə tutur da. Yəni, biz tətilə yola düşürük. Bilirsiniz ki, on həm də biz şəxsini əvəz edə bilir. C. Le temps passe vite. Vaxt cəld, yəni sürətlə keçir. Vaxt tez keçir. Burada da şəxsi cümlə deyil. D. Il est temps de rentrer à la maison. Evə qayıtmaq vaxtıdır. Bax, il est temps vaxtıdır. Bu cümlə şəxsi cümlədir. Il vient dans une heure. O bir saatdan sonra gəlir. Burada da il o kimi olduğu üçün şəxsi cümlə olmur. Olur şəxsli. 15. Complété. Tamamlayın. Vous avez des vacances. Burada été yay fəslidir. Onun qabağında an işlənir. Vous avez des vacances en été. Sizin yayda tətiliniz var. Oui, j'ai des vacances au mois de juillet. Bəli, mənim iyul ayında tətilim var. Doğru cavab olur A bəndi. An və au. Été yay fəsli qadın cinsindədir. Onun qabağında an işlənir. İkinci cümlədə isə mois, ay sözü kişi cinsində olduğuna görə onun qabağında au birləşmiş artiklı yazılır. O mois de juillet, iyul ayında deməkdir. Fəsillərdən deməli yayın qabağında an été yayda deməkdir. An hiver qışda, an automne payızda, 3 fəslin qabağında yay, qış, payızın qabağında an olur. Bir dənə yaz fəsli kişi cinsində olduğuna görə le printemps yaz deməkdir. Onun qabağında au işlənir. O printemps yazda deməkdir. 16-cı suala baxırıq. Choisissez la série logique, məntiqi seriyanı seçin. Marie travaille dans un supermarché. Marie supermarketdə işləyir. Elle odur. Aktris, aktrisa, professor, müəllim, jurnalist, infirmière, tibb bacısı, kessiyer, kassir. Deməli, doğru cavabımız olur nə? Kassir cavabıdır. Supermarketdə işləyirsə, deməli, kassir ola bilər. 17. Mon ami et moi, dostum və mən, nous en France. Biz Fransaya. Deməli, doğru cavabımız olacaq. Nous n'avons jamais été en France. Biz heç vaxt Fransada olmadıq. Burada dostum və demək 2 nəfərik. Dostum və mən. Nous n'avons jamais été. Bəli, doğrudur. Biz heç vaxt Fransada olmadıq. Yəni söhbət orada nu şəxsi qoyulub nöqtədən əvvəldə. Biz qoyacağımız feil nu'da olmalıdır. Nu'da olan variant zaten bir dənə d bəndində var. Nous n'avons jamais été. Biz heç vaxt olmadıq. En France, Fransada inkar cümlədir. İnkar cümlədə nö feilin qabağında işlənir. Pa feildən sonra işlənir. Burada inkar sözü jamais işlənibdir. Biz bilirik ki, jamais olanda cümlədə pa işlənmir. Yəni pa'nın yerinə jamais-ni yazırıq. 18. La leçon. Leçonun qabağında 3 nöqtə görürsünüz. Leçon sözündə artikldan əvvəldə la yazılıb. Deməli, o olacaq nə cinsində? Qadın cinsində. İsim təkdədir, qadın cinsindədir və onun qabağında nouvelle sözündə 2 l hərfi işlənməlidir. Cavab olur B bəndi. La nouvelle leçon est très intéressante. Yeni dərs çox maraqlıdır. Doğru cavabımız B bəndi. Nouvelle sözü au ilə yazılırsa, kişi cinsində təkdə olan isimlərin qabağında, au və sonda x varsa kişi cinsində cəm isimlərin qarşısında işlənir. Nouvelle sözündə 1 l olarsa,
sait və h-la başlayan kişi cinslərinin, 2-lı olarsa qadın cinsli ismin, 2-lı s olarsa qadın cinsli cəm ismin qarşısında işlənir və ismin qabağına novel sifəti yazarkən ismin artiklı sifətin, yəni novelin qarşısına keçir. Bunu da unutmayın. 19. Complétez par la bonne série, düzgün seriyaya tamamlayın. Je 3 nöqtə, ma voiture pour aller au travail. İşə getmək üçün mən, təbii ki, burada variantlara baxanda prendre feilini götürmək lazımdır. Çünki maşına minmək, burada minmək feili prendre'dır. Digər və A-da məsələn, je viens, mən gedirəm deməkdir. Bu olmaz, bu venir feilidir. Gedirəm yox, gəlirəm. B-də je vais, mən gedirəm. Bu aller feilidir. Bu da tərcümə ilə düz gəlmir. D bəndi, je déjeune, mən nahar eləyirəm. Məntiqi cəhətdən səhvdir. Je fais, mən edirəm. Bu da yenə tərcüməyə düz gəlmir. Deməli, doğru cavabımız olur C. Je prends ma voiture, mən maşınımı minirəm. Pour aller au travail, işə getmək üçün. Prendre feilindən sonra bir qayda var. Deməli, prendre'dan sonra hər hansı bir minik vasitəsi gələrsə, o minik vasitəsinin qabağında adətən müəyyən artikellar işlənir. Yəni, le, la, l. Bu cümlədə isə ma determinativ işlənir. Yəni, bu da doğrudur. Əgər artikel yazmaq lazımdırsa, bu zaman müəyyən artikeli seçin. 20. Choisissez les noms qui ne changent pas au pluriel. Cəmdə dəyişməyən isimləri seçin. Yadımıza salırıq. Cəmdə dəyişməyən isimlər hansılardır? Biz bunu deməli öyrənirik isim bölməsində. Əgər ismin sonu s, x, z, bir də deyirəm s, x, z ilə bitirsə, o isimlər cəmdə dəyişmirlər. Artikel dəyişir, yəni ən, ün, des-lə əvəz olunur, amma ismin sonuna heç nə yazmırıq. Sonluğu olduğu kimi saxlayırıq. Burada da doğru cavabımız olur B bəndi. Ri, düyü, ba, corab, təpi, xalça deməkdir. Bu isimlərin sonunda z və s hərfləri var. Onları cəmdə yazanda artikelləri cəmdə yaza bilərik, amma isimlərin sonuna heç nə əlavə edə bilmərik. Digər variantlarda verilən isimlər cəm şəkilçiləri qəbul edirlər. Məsələn, Batu cəmdədir. Ona artıq heç nə yazmırıq. Fi, qız sözü, mo, söz, bunlar cəmdə S qəbul edir. C variantında trus, qələm qabı, bu da cəmdə S qəbul edir. Amma do, kürə, yəni çiyin sözü S var sonunda. Artıq onu cəm etmirik, yəni sonuna heç nə əlavə etmirik. Manton, çənə sözü, bu da S qəbul edir. D variantında kəye, dəftər sözü zaten cəmdə verilib. Kuto, bıçaq cəmdə X qəbul edir. Sezon cəmdə S qəbul edir. Y, buji, şam sözü cəmdə S qəbul edir. Y, göz sözü cəmdə verilib, heç nə əlavə etmirik. Kopen, dost sözü isə cəmdə S qəbul edir. 21. Complétez par la bonne série, düzgün seriyada tamamlayın. Il faut faire les exercices 2 et 3 qui sont à la page. Pagedan sonra 3 nöqtə var. Deməli, deyir ki, səhifə 2 və 3-dəki tapşırıqları etmək lazımdır. Burada deməli, pajdan sonra 3 nöqtə var. Pajdan sonra 3 nöqtə var. Təbii ki, biz nə etməliyik? Ora səhifə sözündən sonra 3 nöqtə gələrsə, nöqtənin yerinə qoymaq lazımdır sıra sayı. Çünki Azərbaycan dilində, yox, sıra sayı yox, pardon, miqdar sayı. Azərbaycan dilində qayda belədir ki, səhifələr sıra sayı ilə, fransız dilində isə miqdar sayı ilə deyilir. Yəni, səhifələri İyem ilə demirik. Səhifələr deyilir, miqdar sayı. Yəni, rəqəmin özü ilə deyirik. Il faut faire les exercices 2 et 3 qui sont à la page 5. Yəni, səhifə 5-dəki 2 və 3 nömrəli tapşırıqları, çalışmaları etmək lazımdır. Pajdan sonra 3 nöqtə qoyularsa, həmişə iyem olan variantları, yəni sıra sayı olan variantları atmaq lazımdır. Eləcə rəqəmin özünü götürmək lazımdır. 22. Ne mettez pas souliers blancs. Ağ deyir, ayaqqabıları geyməyin. Metr, bilirsiniz ki, metr, porter, metr, bunlar qoymaq, geymək, taxmaq kimi tərcümə olunur. Burada geymək mənasında olacaq. Souliyerin qabağında 3 nöqtə var. Souliye sözü cəmdədir. Ona görə də biz cəm işarə sifəti qoymalıyıq. O da var Y bəndində. S, yəni axırında S olan variant. Deməli, bu ayaqqabıları deyir, geyməyin, il plö, yağış yağır. Sö, əgər bir E ilə yazılırsa, kişi cinsli samitlə başlanan, set bir T ilə yazılarsa, kişi cinsli sait və H-la başlayan, set sözü 2 T ilə yazılarsa, qadın cinsli isimlərin, S, yəni axırında S olarsa, cəm isimlərin qarşısında işlənir. İsmin qarşısına bu işarə sifətlərini qoyarkən, ismin artiklı düşür. A bəndindəki S budur sözüdür, onu ümumiyyətlə sonra qoya bilmərik.
23. Deməli, s'intéresser maraqlanmaq feilin qabağında 3 nöqtə var. Deyir, s'intéresse beaucoup, çox maraqlanır. Au cinéma français, fransız kinosu ilə. Burada s'intéresser feilinə baxırıq. O üçüncü şəxsin təkindədir. İndiki zamandadır. Axırında e var. İndiki birinci qrup feilidir. Birinci qrup feillərin şəkilçilərini yadımıza salırıq. Deməli, je-də e, tu-də es, il, el, on şəxsində e, nu-da ons, vu-da es, ils və elles-də isə ent olur. Deməli, burada da s'intéresser feilinin axırında, maraqlanmaq feilinin axırında e var. O üçüncü şəxsin təkində yazılıb indiki zamanda. On əvəzliyindən sonra da feili il, el şəxsində olduğu kimi, yəni üçüncü şəxsin təkində qoymaq lazımdır. On s'intéresse beaucoup au cinéma français, fransız kinosu ilə çox maraqlanırıq. On bilirsiniz ki, həm də nu şəxsi kimi tərcümə olunur. Eyni zamanda deyə bilərik ki, maraqlanırlar da deyə bilərik. Azərbaycan dilində cəmdə tərcümə olunsa da, amma fransız dilində on əvəzindən sonra feili üçüncü şəxsin təkində yazmaq lazımdır. S'intéresserdən də sonra unutmayın, maraqlanmaq feilindən sonra da a gəlir. Belə bir sual da vermək istəyirəm, əziz abituriyentlər. Başqa hansı feillərdən sonra a sözünü işlənir? Bildiyiniz feilləri şərh bölməsində yazmağınızı xahiş edirəm. Görüm nə qədər feil bilirsiniz. 24. Choisissez la bonne série, düzgün seriyanı seçin. Il, illısı. Onlar deməkdir, üçüncü şəxsin cəmindədir feil. Və söyləyivıq sözünü görürsünüz. İl üçüncü şəxsin cəmində olduğuna görə təbii ki, biz də feili mübtədamız üçüncü şəxs cəmdir, avtomatik xəbər də üçüncü şəxsin cəmində qoymalıyıq. Üçüncü şəxsin cəmində olan xəbər D variantında var. Choisis and. Choisir seçmək feili ikinci qrup feilidir və üçüncü şəxsin cəmində olanda onun axırında end olmalıdır. Il choisis, söyləyivıq. Onlar bu kitabları seçirlər. Choisir feilin təsrifinə yada salırıq. Deməli, ikinci qrup feilidir. İkinci qrupun təsrifi necə idi? Je-də is, tu-də is, il-də it, nu-da is-sons, vu-da is-ses, ils, elles, yəni onlar şəxsində ö-nt, yəni ent əlavə edirik. Bunları da unutmayın. Və nəhayət 25-ci sonuncu sualımız. Kompletez le dialogue, dialogu tamamlayın. On va au théâtre ce soir. Burada sual verir ki, on va au théâtre ce soir. Bu axşam teatra gedirik. J'ai des billets. Mənim biletlərim var. İndi baxırıq cavaba. D'accord, tamam. À 7 heures devant le théâtre. Saat 7-də teatrın qarşısında. 2. Merci. Il y a un bon film. Təşəkkür edirəm. Yaxşı film var. 3. Désolé, je suis occupé. Üzgünəm, mən məşğulam. 4. Oui, j'adore le cirque. Bəli, mən sirki çox sevirəm. Doğru cavabımız olur 1 və 3. Deməli, 1 olacaq, d'accord, tamam. À 7 heures devant le théâtre. Saat 7-də teatrın qarşısında. Bir də désolé, je suis occupé, üzgünəm, mən məşğulam. Bu iki cümlə ilə bu deməli verilən dialoqu tamamlamaq olar. Digər variantlarda deməli merci, təşəkkür edirəm. Il y a un bon film, yaxşı film var. Deməli bu deməli doğru cavab olmur. Çünki deməli burada D bəndi də yenə düzgün cavab olmur. Çünki oui, j'adore le cirque, bəli, mən sirki çox sevirəm. Burada sirkdən söhbət getmir. Burada 2-ni niyə götürmürük? Çünki burada teatra gedirlər. Teatrda film olmur. Ona görə də biz o cavabı götürə bilmirik. Yəni orada olsaydı il y a un bon spectacle, yaxşı tamaşa var, hə, bəli, o cavabı götürə bilərdik. Bunlar teatra gedirlər. Teatrda bunlar tamaşaya baxacaqlar, filmə yox. Sinema verilsəydi, məsələn, on va au cinéma ce soir, bəli, biz onda cavab verə bilərdik ki, merci, il y a un bon film, təşəkkür, yaxşı film varmı? Söhbət teatrdan gedir, yəni filmdən yox, ona görə də biz ikini seçmirik. Bir qədər şagirdlərin yəni diqqətini yoxlayırlar burada. Deməli, bugünkü, bu ilki, daha doğrusu, qəbul imtahanlarının sonuncusunu, düzdür, bir qədər gec olsa da, üzrlü sayın, imkan daxilində, yəni indi çatdıra bilmişəm, sizlərə izah elədim və indi YouTube-a yerləşdirəcəm. Bütün qəbul imtahanlarının izahları YouTube kanalında var. Həm 9, həm 11-ci siniflər üçün olan qəbullar. Əziz şagirdlər, yay boyunca evdə olacaqsınız. Xüsusən də 9 və 10-cu sinif şagirdləri YouTube kanalında videolar bölümünə daxil olursunuz və orada buraxılış imtahanlarının hər birinin izahını diqqətlə dinləməyinizi, bilmədiyiniz şeyləri özünüz üçün qeyd etməyinizi və videoların linkini öz sinif yoldaşlarınızla olduğunuz fransız dili qruplarında, WhatsApp-da, Telegramda və Facebookda, digər qruplarda paylaşıb daha çox şagirdə bu videoların, yəni
şagirdlər üçün əlçatan olmasını sizdən demək təmin etmənizi xahiş edirəm. Paylaşın ki, digər şagirdlər də bu videolardan faydalana bilsinlər, yararlana bilsinlər. Və sonuncu 26-cı sual isə şəkil üzrə essedir. Onu isə ayrı bir balaca bir video şəklində yerləşdirəcəm. Onu da demək bu videonu izləyəndən sonra həmin o şəkil üzrə esse videosunu görəcəksiniz və o videonu da izləyə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Sizləri çox sevirəm və əgər əməyimə hörmət əlaməti olaraq videonu like etməyi və bir təşəkkür amaçlı nə isə bir xoş bir söz yazsanız sevinmiş olaram. Bunlar mənə daha da yeni, daha yaxşı videolar çəkməyə həvəsləndirir. Mənə moral olsanız çox sevinərəm. Hər birinizə uğurlar arzulayıram. Növbəti qəbul imtahanının izahlarında görüşmək ümidi ilə. A bientôt. Hələlik.